Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video konseptimiz Volkswagen Passat B6 olacaq. Passat B6 Alman avtomobil sənayesinin orta sinifdə ən çox müzakirə olunan avtomobillərindən biridir. Bu nəsil Passat üçün həm texnoloji sıçrayış, həm də problemlərin artdığı dövr kimi tanınır. B6 modeli əvvəlki B5-dən köklü şəkildə fərqlənir və sonraki B7 üçün bazı rolu oynayır. Qeyd edelim ki, bu avtomobil B6-dan sonra artıq platforma dəyişir. Əvvəl Audi'nin platformasını istifadə edərkən daha sonra artıq Volkswagen Golf'da da həmçinin Seat'da istifadə edilmiş olan yeni platformaya keçid edilir və B7 ilə çox bənzərdir. Hətta bəzi avtomobil yayımçıları B7-ni B6-nın güncəllənmiş versiyası kimi, makyajlı versiyası kimi tanıdırlar. Yəni o qədər çox bir-birinə bənzəyir. Həmçinin B8-də 8-ci nəsildə belə oxşarlıqlar var. Bu da bu avtomobil üçün müsbət cəhətdir ki, onun dizaynı artıq çox daha sonraki illərə xitab edəcək şəkildə hazırlanıb. Buna görə də dövrümüzdə də hələ də öz vilini itirməyib, hələ də müasir və olduqca dolğun görünən bir avtomobildir. Bu avtomobili Robert Lesnev adlanan bir şəxs dizayn edib. Bu şəxs daha sonra Kia-ya, oradan da Mercedes-ə keçid edir. Həmçinin Mercedes W205, C-Class, W212, E-Class və hətta Mercedes GT kimi sport modellərində dizayneridir. Bu da onu göstərir ki, avtomobil işini bilən birisi tərəfindən gözəl şəkildə dizayn edilib. Avtomobilin istehsal illəri 2005-2010, koza kodu B6, platforma PQ46, sinif D segmenti. Öndən ötürücülü və bəzi versiyalarda 4Motion adlanan Volkswagen-in 4 çəkər sistemi ilə də təchiz edilib. Kuzo növləri sedan və universal olmaqla iki modeli var. Sedan modeli bəzi bazarlarda limuzin olaraq da adlandırılır. Eksteryer, yəni xarici görünüşünə əvvəlcə bir qısaca özət keçək. Xromlu geniş radiator barmaqlığı, düzbucaqlı, ciddi dizaynlı faralar, halogen, bixenon və adaptiv faralar, duman faraları opsional olaraq gələ bilirdi. Yan profildə uzun təkər bazası, sakit, konservativ Alman dizaynı, 15-18 düyümlük disklər, bunlar opsiyaya görə dəyişir. Xrom pəncərə çərçivələri, Highline. Arxa hissədə LED olmayan, lakin iri stop fənərləri, sadə klassik dizayn, universalda böyük arxa qapı və aşağı yükləmə həddi görünür. Korroziya durumu B6 kuzoda qalvanizasiya var, lakin qapı altları, arxa qanad içləri, bagaj qapağı yüksək yürüşlü və baxımsız maşınlarda paslanma halları ilə qarşılaşıla bilir. İnteryerə, salona göz gəzdirək, ümumi dizaynda minimalist Alman üslubu, sürücüyə yönəlik mərkəzi konsol və yüksək yığma keyfiyyəti özünü göstərir. Materiallar, yumşaq plastiklər, parça, alkantara və dəri salon variantları, taxta və ya alüminium dekorlar. Oturacaqlar komfort yönümlü, elektrikli yaddaşlı oturacaqlar. O elektrikli yaddaşı opsional olaraq gələ bilir. Uzun yol üçün çox rahat və həmçinin qısa yolda da yormayacaq oturacaqlar bizi qarşılayır. Sükan və ergonomika, multifunksiyonal sükan tənzimləyici, yuxarı, aşağı, iləri, geri hərəkət edə bilir. Sükan hissiyatı dəqiq, amma sport deyil. Arxa sıra çox geniş, diz və baş məsafəsi ailə üçün ideal. Həmçinin avtomobilin 560 litrəlik bagaj həcmi var ki, bu da olduqca gözəldir. Hətta Station Wagon universal olan versiyada bagaj həcmi 603 litrə qədər çıxa bilir. Oturacaqları qatladıqda isə arxa oturacaqları qatlanır, dümdüz bir səthi alınır və ümumilikdə 1700 litrlik bir bagaj həcmi bizi qarşılayır. Təhlükəsizlik və opsiyalar. Təhlükəsizlik variantlarında ABS, ESP, ASR 6 və ya 8 opsiyona görə dəyişən hava yastığı mövcuddur. Komfort və texnologiyalarında 2 zonalı klimat kontrol, cruise kontrol, yağış və işıq sensorları, elektrikli qatlanan güzgülər, KLSCO, yəni açarsız giriş sistemi, elektron əyləci, park sensorları, RNS 510 naviqasiya sistemi, premium audio sistemləri avtomobillər quraşdırılıb. Mühərriklər ayrı-ayrı ətraflı şəkildə sizə mühərriklərdən bəhs edəcəm. 1.6 MPI BCE, BCF olaraq adlanan mühərrik həcmi 1.6 litr, 102 at gücü və 150 Nm tork hasil edərkən şəhərdə 9-10, magistralda 6-7 litr yanacaq sərf edir. Timing, yəni kəmərin ömrü 90-120 min kilometrdir. Üstünlükləri sadə və etibarlıdır. LPG üçün, yəni qazlı mühərrik olduqca uyğundur. Yəni qaz qoşularaq da bu mühərriklər rahatlıqla işləyə bilir. Çatışmazlıqları zəif dinamikasıdır. Ən zəif modellərdən bir dənəsidir. Zəif mühərrik variantlarından biridir. Yüklə çox ağır qalır, xüsusilə yəni bagajda ağır bir yük yükləsəz, avtomobilin gedişi olduqca zəifdir. 1.8 TSI adlanan mühərrik 160 at gücü, 250 Nm tork hasil edildi. Mühərrikin həcmi 1.8 litrdir. Yanacaq sərfiyyatı qarışıq ortalama 8-9 litr təşkil edir. Zəncirin ömrü 100-150 min kilometrdir. Burada artıq kəmərdən yox, dəmir zəncirdən istifadə edilir. Problemləri zəncir uzanmasıdır. Zəncirin ömrü uzun olsa, tez-tez qırılmasa da
uzanır və bu zaman artıq klapanlar lazımi vaxtda açılıb bağlanmadığı, ateşlənmə gecikməsi lazımi qədər hava çəkə bilməmə və ya lazım olandan daha çox hava çəkmə, yanacağın tam yanmaması kimi problemlər yaranır. Yəni 100-150 min kilometr yazdı. Bu da zəncirin uzanmasından asılıdır. 120-130 mində dəyişməyi məsləhət görünür. Ondan sonra yağ yemə halları yüksək kilometrajlarda xüsusilə artıq özünü göstərməyə başlayır və həmçinin piston halqaları, bu da elə yağ yemənin səbəbidir ki, piston halqaları bizdə Kolisede deyirlər buna, onlar tez-tez sıradan çıxa bilər. Bu mühərrik bir qədər riskli hesab olunur. 2.0 FCI mühərrik, bu da 2 litrəlik mühərrik, 250 at gücü və 200 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 8-9'dir ümumi. Zəncir yenə bu avtomobil zəncirli bir mühərrikdir, kəmər deyil. Zəncirin ömrü burada artıq daha uzundur, 180-220 min kilometrə qədər zəncir gedə bilir. Bu zamanda artıq yəni 220 mini keçsəz belə əsasən qırılmır zəncir, sadəcə artıq çox uzandığı üçün yenə klapan asılı bağlama problemlərini gətirib çıxarır və dəyişilməsi lazım gələ bilər. Problemlər karbon yığılması və yüksək oktan tələb etməsidir ki, ən aşağı 95 oktanlı benzinlə bu avtomobil işləyir. Nəzərə almaq lazımdır ki, daha əvvəl saydığım motor variantları 92 oktanlı benzinlə işləyə bilirdi. 2.0 TSI mühərrik 2.0 litrə 200 at gücü hasil edir. Yanacaq sərfiyyatı 9-10 litr, fırlanma anisi 280 Nm-dir. Yenə zəncirli mühərrikdir. Zəncirin ömrü 120-150 min kilometr. Daha güclü amma riskli mühərrikdir. Yenə daha çox problem çıxarmağa meyilli olan mühərrik variantlarından biridir. 3.2 litrəlik V6 FCI mühərrik 250 at gücü və 330 Nm tork hasil edərkən ortalama yanacaq sərfiyyatı 12-14 litr arasıdır. Zəncirli mühərrikdir və bu avtomobildə digər bir çox avtomobil mühərriklərindən fərqli olaraq zəncir mühərrikin arxasında yerləşir. Fərqli bir dizaynı var. Zəncirin ömrü 200 min kilometrdən daha yüksəkdir. Zəif cəhəti olaraq bahalı servisini deyə bilərəm. Avtomobilin rutinləri, yağ dəyişimi olsun, müəyyən dəyişən detalları olsun bir qədər bahalıdır, amma problem baxımından elə də problemli bir mühərrik deyil. Olduqca prestijlidir. Gedişi yaxşıdır, həm sürətlənməsi, həm də yüksək sürətlərdən başlayaraq sürətlənməsi olduqca gözəldir. Maksimum sürəti də olduqca yüksəkdir. Dizel mühərriklərinə baxdıqda 1.9 TDI mühərrik bizi qarşılayır. 105 at gücü, 250 Nm tork hasil edərkən yanacaq sərfiyyatı sadəcə 5-6 litr idi ki, olduqca ekonom mühərrikdir. Bu kəmərli mühərrikdir. Kəmərin ömrü 90-120 min kilometrdir. 90-120 min kilometr gəlib çatdıqda artıq prosesi uzatmaq məsləhət görünmür. Kəmər zəncirdən fərqli olaraq uzanmır, birdən-birə qırıla bilir bəzi hallarda və bu hal baş verdikdə bir qədər baha başa gəlir. Ən etibarlı dizel mühərrik hesab olunur bu mühərrik eyni zamanda. 2.0 TDI PD kodlu bir mühərrik. 2.0 litrəlik mühərrikdir. 140-170 at gücü arası hasil edir. Tork da 320-350 Nm arası. Bu komplektasiyaya görə dəyişir. Bu avtomobil bir neçə fərqli bazar üçün istehsal edilib və hər bazarda bir qədər güc dəyərləri fərqlilik göstərə bilir. Mən minimum və maksimum dəyərləri sizə bildirirəm. Kəmərli mühərrikdir. Problemlər başlıq çatlamasıdır. Motor blokunun başlığı bəzi hallarda çatlaması ilə qarşılaşıla bilir. Həmçinin nasos farsunka problemləri də tez-tez qarşımıza çıxır. 2.0 TDI CR kodlu mühərrik 2008-ci ildən sonra yalnızca bu mühərrik istifadə olunmağa başlayıb. 140-170 at gücü, həmçinin bir əvvəlki mühərrikdə olduğu kimi 320-350 Nm tork. Yenə kəmərli bir mühərrikdir. Üstünlükləri əvvəl qeyd etdiyim mühərrikə görə daha sakit işləyirdi. Həmçinin problemlər də bir qədər aradan qaldırılıb və bir qədər daha etibarlı bir mühərrikdir. Sürətlər qutusu bu avtomobildə 5 və 6 pilləli mexaniki sürətlər qutusundan istifadə edilir. Mühərrik variantına görə pillə sayı dəyişir. Həmçinin 6 pilləli avtomatik Tiptronic adlanan sürətlər qutusundan da istifadə edilib. Bundan başqa DSG D250 kodlu bir avtomatik sürətlər qutusu da var. Sürüşü əladır, amma riskli bir sürətlər qutusudur. Problem çıxarmağa meyillidir. Sürüş təəssüratları olaraq komfortlu askı, magistralda sabit bir gediş qarşımıza çıxır, amma sport üçün heç o deyil. Şəhərdə iri ölçüsü bir qədər hiss olunur, amma çox tıxac falan olan bir yerdə yaşamırsınızsa, çox sıx məhəllələrdə yaşamırsınızsa, bu mən düşünürəm ki, heç narahat edəcək bir şey deyil. Ümumi qiymətləndirməyə baxaq. Alınmalı versiyalar 1.6 MPI, 1.9 TDI və 2.0 TDI CR adlı mühərriklər. 1.6 benzinli, 1.9 və 2.0 dizelli mühərrikləri olduqca yüksək dözümlülüyə, həmçinin uzun ömürlüyə malikdir. Çəkiniləcək versiyalar olaraq 1.8 TSI və 2.0 TSI mühərriklərini deyə bilərəm ki, bunlar nisbətən daha çox problem çıxaran mühərriklərdir. Amma avtomobillə bağlı onu deyə bilərəm ki, həm ailəsi ilə istifadə etmək istəyənlər üçün, həm tək alıb sürənlər üçün
olduqca ideal avtomobildir. Aşağı həcmli mühərrik variantlarını seçsəz ekonomik bir avtomobil kimi istifadə edə bilərsiniz. Həmçinin yüksək sürət güc sizə lazımdırsa daha yuxarı həcmli mühərrik variantlarını tərcih edərək sürətli bir avtomobil də əldə edə bilərsiniz. Düzdür, sport sürüşü üçün deyil, amma yüksək mühərrik variantları 3.2 və 6 mühərrikin gedişi xüsusilə magistral yolda olduqca yaxşıdır. Beləliklə daha bir videonun sonuna gəldik dostlar. Ümidvaram ki, faydalı bir video olmuşdur. Əgər xoşunuza gəldisə, mənə dəstək olmaq üçün videoya like ata bilərsiniz. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın.